Sabahınız xeyir olsun. Bugünkü mövzumuz uşaqlıqda cinsi zorakılığa məruz qalmış şəxslərin gələcəkdə hansı psixoloji fəsadlarla qarşılaşacağı haqqında danışırıq. Uşağın cinsi zorakılığa məruz qaldığını nəyə əsasən bilə bilərik? Nə bizə siqnal ola bilər ki, bu uşaq cinsi zorakılığa məruz qalır? Cinsi zorakılıq təbii ki, böyük bir travmaya gətirir və uşaq təbii ki, valideyn birinci növbədə çox diqqətli olmalıdır uşağa ümumiyyətlə. Birdən uşaqda hər hansı bir dəyişiklik, böyük bir dəyişiklik baş verirsə, sakit uşaq aqressiv olur, aqressiv uşaq sakitləşir, yəni özünə qapanır və s. Bu artıq hər hansı bir problemin siqnalı haqqında ola bilər. Bu nə problem olduğunu təbii ki, artıq biz daha dərindən müşahidə etməliyik ki, və uşağa yaxınlaşaraq dostcasına, təbii ki, yəni, uşaqla həmişə dost münasibəti bağlamaq lazımdır ki, uşaq sizdən heç nə gizlətməsin. Uşaq bilməlidir ki, valideyn onun yeganə etibar edəcəyi bir şəxsdir və o ona hər bir şey deyə bilər və heç nədən qorxmamalıdır. Qorxulu bir şey olsa da belə ancaq valideyn onu həll edə bilər. Ona görə yəni etibar məsələsi. O etibarlılıq olmalıdır ki, valideyn yaxınlaşsın. Əgər uşaq yaxınlaşmırsa, valideyn artıq bilməlidir ki, əgər uşaqların davranışında, hərəkətlərində, dediyi sözlərdə, ümumiyyətlə hər bir şey 180 dərəcə dəyişir uşaq. Dəyişiklik varsa, artıq bu nəyinsə olduğunu biruzə verən bir siqnaldır və artıq bunu biz araşdırmalıyıq. Bəs valideyn ilk zorakılığı öyrəndiyi zamanda necə davranmalıdır və necə davranmamalıdır? Birincisi, dediyim kimi, bunu aydınlaşdırmaq lazımdır və aydınlaşdırandan sonra müxtəlif yollar var ki, artıq valideyn birinci növbədə təbii ki, biz psixoloqa getməliyik. Çünki valideyn mütəxəssis deyil. Valideyn mütləq şəkildə psixoloqa aparmalıdır. Psixoloq artıq peşəkar psixoloq, o sahədə çalışan psixoloqlar, yəni uşaqla işləməlidir ki, bu zərbə, bu psixoloji travma onun gələcəkdə təsir eləməsin. Çünki vaxtında həll olunmuş problem böyük fəsadlara gətirir, ümumiyyətlə xasiyyətin dəyişməsinə, insanın taleyi dəyişməsinə gəlib çıxarır. Bəs bu cinsi zorakılıq zamanında bilinməsə, nə valideyn fərqinə varmır, nə uşaq dilə gətirmir, valideyn davranışlarından da seçə bilmir ki, bu uşaq həqiqətən də cinsi zorakılığa uğrayıb. Bu halda bəs nələr baş verir? Və illər sonra bilinir ki, bu uşaq cinsi zorakılığa məruz qalıb. Hansı fəsadlar ortaya çıxır? Fəsadlar müxtəlif ola bilər. Təbii ki, ilk öncə özünə qapanma ola bilər. Və ümumiyyətlə valideynlər haqqında pis düşüncələr ola bilər, valideynlərə etibarsızlıq ola bilər, valideynlərə qarşı dediyim kimi uşaq ağlı ilə biz düşünürük ki, valideyn bizim haqqımızda hər şeyi bilir və o bilməli idi ki, mənlə nə baş verib və bilmədiyi halda artıq düşünür ki, doğrudanmı mənim valideynimi, həqiqətənmi məni sevir, yoxsa yox. Yəni artıq şübhələr yaranır ki, onun doğma olduğunu, onun ona qarşı olan sevgi olub-olmadığını, ona hörmət eləmədiyinə, yəni həqiqətən də onun taleyi ona vacib olduğunu, yoxsa yox. Adətən, ümumiyyətlə, uşaqlar əslində onlarla nə baş verdiyini gizlədə bilmirlər və müxtəlif yollarla üzə çıxardırlar. O dediyim kimi, sakit uşaq birdən aqressiv olursa və yaxud daha da qapanırsa, bu artıq haraydır ki, mənə diqqət etdirir və yaxud da valideyn dediyi sözləri əksinə eləyir. Əgər bunları da görmürsə valideyn, artıq uşaq müxtəlif yollara əl atıb, hətta özünə intihar kimi, intihara yaxın hadisələr də baş verir ki, bu bir haraydır, bu qışqırıqdır, valideyn bunu anlamalıdır, valideyn bunu dərk eləməlidir və mütləq şəklində ondan söhbət eləməlidir. Amma söhbət edərkən təbii ki, qışqır bağınla, məcburiyyətlə deyil, yəni o elə bir şərait yaratmalıdır ki, uşaq ona danışa bilsin, danışıb etiraf elə bilsin və həqiqətən əmin olsun ki, doğrudan da valideyn bu məsələni çözəcək və bu problem həll olunacaq. Bəs deyə bilərik ki, həqiqətən də əmin olmadığı üçün illərlə gizlədir, danışmır və bu proses ömür boyu da davam edə bilər, heç deməyə də bilər. Təbii ki, və bu davam etdikcə insan ilkin belə deyək, yoldan digər yolu seçərkən onun tam bütün həyatı dəyişir, xasiyyəti dəyişir.
insanlara qarşı münasibətlər dəyişir, ümumiyyətlə düşüncə tərzləri dəyişir. Artıq yəni insanlar belə deyək də hər bir uşaq sevgi və hörmət içində yaşamalıdır və bu hörmət və sevgini birinci ilk öncə öz ailədə bu görür. Əgər onun başına bir oyun gəlirsə və uşaq artıq o etibarı, o sevgini, hörməti görmürsə, belə o heç kəsə inanmayacaq, heç kəsi sevməyəcək və demək olar ki, heç kəs inanmayacaq və artıq orada nə baş verəcəksə, yəni nadir hallarda insan dürüst olaraq bu yolu davam edir, hər hansı bir yaxşı bir yol seçir də, amma əksər hallarda biz müşahidə edə bilərik ki, bu xanımlar əksər hallarda, yəni pis yola düşürlər. Çünki bununla da bütün kişilərə qisas almaq istəyirlər və yaxud da valideynlərə qisas almaq istəyirlər ki, siz məni namuslu, qeyrətli belə bir qız böyüdürdünüz, amma indi mən sizə göstərəcəm ki, bu necə olur və s. Bunu siz körladınız məni, siz vaxtında mənə müdaxilə eləmədiniz, vaxtında mənə diqqət edirmədiniz, sevgini göstərmədiniz, mənə müdafiə eləmədiniz və mən artıq sizə hörməti mən etmirəm və sizə də heç kəs hörmət eləməsin mənim sayəmdə və s. belə davam edə bilər. Amma bəzilər dediyim kimi o cür yolu seçmirlər, artıq qapanırlar, artıq valideynlərə qarşı münasibətləri dəyişir, yaxınlara qarşı münasibət dəyişir, ümumiyyətlə insanlara münasibət dəyişir. Onlar yəni ancaq belə deyil, ola bilsin egoist olurlar, ola bilsin heç kəsi sevməsinlər özündən var. Hətta bəzilər özünü də sevmirlər, ümumiyyətlə sevgin olduğunu bilmirlər və həqiqətən də belə bir müəmmalı bir aurada yaşayırlar, özləri bilmirlər ki, nə istəyirlər. Başa düşürsünüz? Yəni hələ də, həmişə də prinsipi o hisslərlə yaşayırlar. Hər hansı bir eşidəndə bir xəbərmi, televizorda misal ki, o hadisə baş verəndə o həmən anları hər gün, hər an yaşayırlar və o hisslərlə prinsipi daha da artıq o nifrət hamıya qarşı çoxalır və insan dediyimiz kimi bir belə deyək də, ümumiyyətlə çaşqınlıq bir vəziyyətdə qalır. Bütün elədikləri təzədən geriyə çəkilir və insan belə deyək də, o necə ki uşaq onu belə deyək də, xətrinə dəyəndə yaxud döyəndə, qışqıranda, danlayanda, hətta zorlayanda, misal üçün uşaq neyinir? Uşaq bir küncə sığınır və dizlərini bağlayır, yəni həmişə bu vəziyyətdə qalır o uşaq. Böyük olsa da böyük, uşaq kimi. O uşaqlıq anları onun daim göz qabağındadır və daim o hələ uşaq olaraq qalır. Müdafiəsiz və hər tərəfdən belə deyək də, parmaqla göstərilən, qınalınan, sevilməyən, hörmət olunmayan və qayğısı göstərilməyən bir uşaq kimi. Çünki o özünü tək hiss edir. Yəni o uşaqları daha çox tənhalıq verir. Onlarda sevgi, ailə qavramı olmadığı üçün də eyni zamanda bu münasibətlərində də problem yaradır bu ehtimal. Təbii ki, dediyim kimi, əgər insan sevgi nə olduğunu öz atadan, anadan, bacı, qardaşdan almayıbsa, ətrafından və onun nə olduğunu bilmirsə, təbii ki, onu verə bilməz və o necə olduğunu bilmir və təbii ki, gələcəkdə də bu fəsadları gətirə bilir. Ümumiyyətlə, bu cinsi zorakılıqdan qalan travmaların tamamilə bitməsi, düzəlməsi mümkündürmü? Və bunun bərabərində də valideynlər uşaqları bu problemdən, bu riskdən necə qoruya bilərlər və ya qoruya bilərlərmi? Təbii ki, bu psixoloji travmadır və onun düzdür, nə qədər çox illər keçsə daha çox fəsadlar baş verir, daha çox yaralar çoxalır və s. Amma bunu düzəltmək mümkündür. Təbii ki, dediyim ki, peşəkar psixoloqun yanına, psixoterapevtin yanına gəlmək lazımdır. Bu arada bizim mərkəzə müraciət edə bilərsiniz. Və burada peşəkar xidmət göstərə bilər hər bir vəziyyətdə. Amma təbii ki, nə qədər çox illər keçdikcə, yəni o qədər də işləmək lazım olacaq o insanla. Amma əgər uşaq indiki, yəni artıq yetkin bir insan bunu düzəltmək istəyirsə, o mümkündür. Valideynlərin rolu isə təbii ki, danılmazdır. Yəni, dediyim kimi, valideyn ilk öncə bunu duymalıydı və onun müdafiəsində durmalıydı. Əgər bu illər boyu olmayıbsa və amma haçansı bu söhbət açılıbsa, bilinibsə, təbii ki, valideynlər hələ də o yaraları sağalda bilərlər. Yəni, onlar da prinsipi o uşaqla bu
haqda danışmalıdırlar. Daha yaxşı olardı ki, mütəxəssislə bərabər. Çünki o travmanı biz aradan qaldıra bilərik. Yəni o andan ki, o etibarsızlıq, ümidsizlik, sevgi məsələsinə toxunulan bir məsələyə və keçmişə qayıdarıq təbii ki, bildiyiniz kimi o müxtəlif üsullarla və biz ata, ana və uşaq arasında münasibətləri düzəldərik və bunun fonunda təbii ki, özünə hörmət, sevgi və digər kimi hissləri qaytara bilərik inşallah.